İndiyə qədər HTML, CSS, Flex, Grid və animasiyalar öyrəndik. İndi isə növbə gəldi SVG-yə, yəni vektor qrafiklərlə kodda şəkil seçməyə. Gəlin bu mövzu haqqında ətraflı danışaq. SVG mövzusunu süni intellektin köməyi ilə öyrənməyi məqbul gördüm. Həm də süni intellektdən necə istifadə etmək olar, bunu öyrənmiş olacaq. İlk olaraq SVG nədir? Bu haqda bizə biraz məlumat versin. Və SVG Scalable Vector Graphics deməkdir. Yəni ölçüləndikdə keyfiyyət itirməyən qrafikadır. PNG və JPG-dən fərqi ondan ibarətdir ki, PNG və JPG piksel əsaslı şəkillərdən ibarət idisə, SVG koordinat və riyazi formullarla təsvir olunur. Bu nə deməkdir? Yəni, böyüdüləndə bulanıqlaşmır, CSS və JS ilə rəngi, ölçüsü, animasiyası dəyişdirilə bilir, kiçik ölçülüdür, tekst formatında yazıldığı üçün. İndi isə SVG necə istifadə olunur? Gəlin bunu öyrənmiş olaq. Fayl kimi istifadə etməklə, yəni image etiketi içərisində, search atributu içərisində logo.svg yazaraq SVG-ni bu şəkildə istifadə etmək olur. Və yaxud da ki, object etiketi içərisində, data atributu içərisində logo.svg yazaraq ki, bu obyekti HTML mövzusunda keçməmişdim. Qısa olaraq belə izah edim. About.html faylını bu şəkildə yazmışam və burada object etiketi içərisində, data atributu içərisində about.html yazmışam və tipi olaraq text/html yazmış oluram. Yəni fayl üçün text/html istifadə olunur. Əgər PDF üçün istifadə etmək istəyiriksə, application/pdf yazırıq və yaxud da ki, şəkil üçün image/svg plus XML, video üçün video/mp4, audio üçün isə audio/mpeg şəklində yazılır. Object etiketi içərisində about.html-i bu şəkildə yazdığım zaman qarşımıza belə bir görüntü gəlmiş olacaqdır və hətta div etiketini də bu şəkildə yazdım ki, aradakı boşluğu görmüş olaq. Bu object etiketi iframe-ə çox bənzəyir. Misal, gəlirəm about.html-ə. Bu şəkildə hər hansısa uzun bir söz yazıram. Və baxdığım zaman altdan scroll gəlmiş oldu. iframe-də də belə bir görüntünü almış olacaqdıq. Ona görə də bu object etiketini iframe kimi təsəvvür etmək olar. Daha sonra gəlirəm süni intellektə və son olaraq background kimi də istifadə etmək olar. Background mövzusunu öyrəndiyimiz zaman demişdik ki, background yazdığımız zaman URL açar sözündən istifadə edərək içərisinə logo.svg yazaraq SVG-ni bu şəkildə göstərmək olar. Ən çox istifadə olunan SVG etiketləri bunlardır. İlk olaraq SVG etiketini yazmış oluruq. Bu SVG container rolunu oynayır. Necə ki biz div containeri içərisində bu şəkildə etiketləri yazmış olurduqsa, SVG içərisində də nələr yazıla bilər? Gəlin bunu görmüş olaq. İlk olaraq SVG-nin genişliyi və hündürlüyü bu şəkildə yazılır və daha sonra içərisinə circle, yəni dairə çəkmiş oluruq. Circle ilə CX, CY və radiusu bu şəkildə yazmaq olar. Bu CX center X-dir, yəni burada center sözdür bu C. X isə X koordinatdır. Burada Y koordinatdır, yəni mərkəzi X koordinatı və mərkəzi Y koordinatı. Son olaraq da radius bu şəkildə yazılmış olur. Rect düzbucaqlı çəkir. Rectdə isə X, Y koordinatlarına istifadə olunur və daha sonra genişlik, hündürlük, radius X koordinatında və Y koordinatında bu şəkildə yazılmış olur. Fill isə iç boşluğunu qırmızı rəngdə doldurmuş olur. Ellipsis çəkir ki, bunu da örnəklərlə görmüş olacaq. Ellipsdə CX, yəni center X, center Y, radius X və radius Y-dən istifadə olunur. Line etiketi ilə bir xətt çəkmiş oluruq. Line yazılır. X1 və Y1 başlanğıc nöqtələrdir. X2 və Y2 isə son nöqtələrdir. Stroke ilə də xəttin, belə deyək, rəngini qeyd etmiş oluruq. Polyline qırıq xətt, yəni bir neçə nöqtə ilə
çəkmiş oluruq. Polyline ilə points atributundan istifadə edilir. 10, 10, 50, 100, 90, 10. Yəni bu da x1, y1, yəni başlanğıc və son nöqtələrdir. İkinci x2, y2. Bu da x2-nin başlanğıcı və y2-nin başlanğıc nöqtələridir. Son olaraq da 90, 10 isə son nöqtələri kimi qeyd olunur. Daha sonra poligon bağlı çoxbucaqlı çəkir. Polygon points 50, 0, 100, 100 və 0, 100 kimi istifadə olunur. Bu da yenə dediyimiz kimi x1, y1, x2, y2 və son olaraq da x, y kimi istifadə olunur. Boşluq rəngini isə bu şəkildə doldura bilirik. Ən çox istifadə olunan path'dır ki, SVG-də daha çox istifadə olunan etiketlərdən biridir. İstənilən formalı xətlər və əyrilər çəkmək olur. Bu mövzu haqqında isə birazdan danışacağıq. Path yazıb draw ilə M10, 10, H90, V90, H10 və Z yazaraq belə deyək, xətləri çəkmək mümkündür. Bunlar nə işə yarayır? Yəni M10 nədir? H nədir? V nədir? Z nədir? Bunları birazdan öyrənəcəyik. Daha sonra fill-nan yazaraq boşluq doldurulmasın. Xəttin rəngi isə qara rəngdə olmuş olsun. Text matching yazır. Text x20, y20, fill black, salam svg yazaraq bu şəkildə yazılır. Daha sonra qrup ilə qruplaşdırma üçün, yəni CSS və transform tətbiqi üçün istifadə olunur. G yazaraq transform rotate kimi istifadə olunur və son olaraq definition və use'dan istifadə edərək şəkli təkrar istifadə etmək üçün istifadə olunur. Yəni use yazırıq, ref etiketi içərisində slash ilə my shape yazırıq və daha sonra x və y koordinatlarını bu şəkildə qeyd etmiş oluruq. Bunları örnəklərlə göstərəcəyik birazdan. İndi isə SVG-nin istifadə üstünlükləri ilə gəlin tanış olaq. Keyfiyyət itirmir, hər ölçüdə aydın olur, CSS və JS ilə idarə oluna bilir, kiçik fayl ölçüsü, aksesuar elementlər üçün idealdır, yəni ikonlar, logolar, formalar, SEO dostudur. Bu nə deməkdir? Yəni SVG piksellərlə deyil, kodla təsvir olunan formalar şəklində yaradılır. Ona görə də Google axtarış motorları bu kodu asanlıqla oxuya bilir. Yəni etiketlərini və atributlarını asanlıqla oxuyub, onu indeksləyir və görə bilir. Ona görə də SEO üçün meta məlumat rolunu oynayır. Daha sonra diqqət etməli olduğumuz məqamlar bunlardır. SVG çox mürəkkəb olanda, yəni çox path və detallar saytda yüklənmə yavaşlaya bilər. Xarici SVG fayllarda CSS və JS manipulyasiyası məhdud ola bilər. Köhnə brauzerlər üçün dəstək tam deyildir. Bu üç məqama diqqət etməliyik. Nə vaxtsa hər hansısa bir SVG yazdığımız zaman, hər hansısa bir problem çıxsa, süni intellekt vasitəsilə bu problemləri aradan qaldırmış olarıq. İndi isə gələk həmin dediyimiz CX, CY, Y2, radius, X nədir? Bunlar haqqında biraz məlumatlı olaq. SVG-də forma seçmək üçün istifadə olunan atributlar, yəni CX, CY, R, X1, Y2, Rx və s. koordinat və ölçü dəyərləridir. İlk olaraq koordinat sistemi haqqında biraz məlumatlı olaq. Dərslər boyunca keçmişdik ki, SVG-də X və Y koordinat sistemi soldan sağa və yuxarıdan aşağıya işləyir. X sağa artır, Y isə aşağı artır. Burada mötərizi daxilində 0 və 0 sol yuxarı küncdən başlayır. Yəni sol yuxarı küncdə 0 və 0 kimi qeyd olunur. Sağa doğru artır və aşağıya doğru artmış olur. Burada CX və CY circle və ellips üçün istifadə olunur. Center X mərkəzin X koordinatı, center Y mərkəzin Y koordinatı deməkdir. Daha sonra R circle üçün istifadə olunur. Radius deməkdir. Radius yəni dairənin yarıçapı üçün bu şəkildə istifadə olunur. Daha sonra Rx və Ry
ellips və rect üçün istifadə olunur. Rx radius x üfüqi yarıçap deməkdir. Radius y isə şaquli yarıçap mənasına gəlir. Daha sonra rx və ry rect düzbucaqlı üçün də küncləri yumrulamaq üçün istifadə olunur. Aşağıya düşürük. Daha sonra x, y, rect və text üçün istifadə olunur. X elementin sol yuxarı küncünün, dediyimiz kimi sol yuxarı küncünün x koordinatdır. Y sol yuxarı küncün y koordinatdır. Daha sonra aşağıya düşürük. Burada x1, y1 və x2, y2 vardır ki, line üçün istifadə olunur. Xəttin başlanğıc nöqtəsi və xəttin bitmə nöqtəsi kimi istifadə olunur. Daha sonra points, polyline və polygon üçün istifadə olunur. Nöqtələr siyahısı deməkdir tam açılışı. Yəni bir neçə x, y cütlüyü ilə forma çəkir. Daha sonra aşağıya düşürük. Baxın, cədvəldə bu şəkildə qeyd edilmişdir. Cx, center x, circle, ellips üçün istifadə olunur. Mərkəzin x koordinatdır. Cy, center y, circle və ellips üçün istifadə olunur. Mərkəzin y koordinatdır. R, radius, circle üçün istifadə olunur. Dairənin yarıçapdır. Rx, radius, x, ellips, rect üçün istifadə olunur. Üfüqi yarıçap və ya künc radiusu deməkdir. Ry, radius, y, ellips, rect üçün istifadə olunur. Şaquli yarıçap və ya künc radius üçündür. X, y koordinatlar rect, text, image üçün istifadə olunur. Başlanğıc nöqtədir. X1, y1 start point, line üçün istifadə olunur. Bu da başlanğıc nöqtədir. X2, y2 endpoint, line üçün istifadə olunur. Bu da bitmə nöqtədir. Points nöqtələr siyahısıdır. Polyline və polygon üçün istifadə olunur. Nöqtələrin koordinatları ilə forma çəkir. İndi aşağı düşürük və digər sualım. O zaman başla mənə sintaksis örnəklər ilə göstər. Bunların şəkilləri ilə çəkməsini mən bundan, yəni süni intellektdən istədim. Circle ilə cx, cy və radius yazdığımız zaman bu şəkildə görüntünü almış olacaq. Ellipsis bizdə bu formadadır. Cx, cy, rx, ry-dən istifadə olunub və bu şəkildə görüntünü almış olduq. Daha sonra rect üçün belə bir görünüş alacaq və biraz aşağı düşürəm. Line üçün, yəni line bir xətt deməkdir. Başlanğıc və son nöqtələrdir bu da. Bu şəkildə istifadə olunur. X1, y1, x2, y2 kimi. Daha sonra polyline və polygon isə bu şəkildə istifadə olunur. Və path ilə belə bir üçbucaq və yaxud da ki bu şəkildə görüntü çəkmək mümkündür. Və text ilə x, y font atributlarından istifadə edərək belə bir görüntünü almış olacaq. Daha sonra group və transform özəlliyindən istifadə edərək belə bir görüntünü almış olacaq. Bunları örnəklərlə biz özümüz də yazacağıq sonradan. Daha sonra definition və use'dan istifadə edərək təkrar istifadə üçün istifadə olunur, belə deyək. Və son olaraq animate'dən istifadə edərək belə bir görünüşü almış olacaq. Daha sonra bizə belə bir örnəklər verib. Gəlin bunu kopyalayaq. Bura yapışdıraq. Gəlirəm burada. Bura əlavə edirəm. Daha sonra baxıram bura. Baxın, ilk olaraq style etiketi altında body içərisində background'u, font family, padding'i bu şəkildə yazılıb. Daha sonra H2 olaraq, yəni hər bir başlıqları color rəngini bu şəkildə verib. Border bottom və padding bottom'dan istifadə edilib. Daha sonra SVG etiketi içərisində border
1 piksel solid ağ rəngi verilib, margin bottom verilib və backgrounddan istifadə olunub. Daha doğrusu border üçün biraz boz rəngini burada görmüş oluruq. Aşağıya gələm. İlk olaraq dairə üçün SVG-yə genişlik və hündürlük verib 220-220. Daha sonra circle ilə CX 110 verilib. Misal mən bura 10 yazsam sola doğru çəkilmiş olacaqdır. 110 yazsam sağa doğru çəkildi. CY-də yenə 10 yazsam yuxarıya doğru gələcəkdir. Biraz da artırsam aşağıya doğru düşmüş olacaqdır. Yəni mənfi yazsam əgər bura, misal hal-hazırda bu şəkildə görünür. Mənfi 10 yazsam biraz yuxarı qalxacaqdır. 101 yazsam, baxın tam yuxarı qalxdı və biz onu görməmiş olduq. Bura əvvəlki dəyəri yazıram. 110 şəklində. Daha sonra radius 80 şəklində yazılıb. Gəlib bura 40 yazıram. Baxın kiçildi. Tutaq 100 yazıram. Baxın belə bir geniş dairəni almış olacaq. Fill ilə light blue yazıb. Mən bura red yazdığım zaman baxın içərisi qırmızı rəngdə doldurulmuş olacaq. Stroke ilə belə deyək, xəttin rəngini bu şəkildə qeyd edilib. Mən gəlib bura red yazsam, misal bura black yazsam, baxın xəttin rəngi qırmızı rəngdə gəlmiş oldu. Stroke width ilə xəttin qalınlığı 4 şəklində verilib. Mən bura 10 yazsam, qalınlıq bu şəkildə gəlmiş olacaqdır. İndi isə keçirik ellipsə. Burada da CX, yəni mərkəzi X koordinatında 130 kimi görünür. Mən bura 100 yazsam, baxın soldan sağa doğru hərəkət etmiş olur. Bu hal-hazırda 130 idi. Gəlin bunun mərkəzini 130 yazaq. CY ilə baxın 10 yazıram, yuxarı hərəkət etdi. 50 yazıram, yuxarıdan aşağıya doğru belə deyək, hərəkət etmiş olur. Mənfi yazdığım zaman bu yuxarıya çıxmış olacaqdır. Yenə bura 80 yazıram, tam ortalansın. Yenə radius X ilə 100 yazılıb, 10 yazsam bu şəkildə kiçiləcəkdir. Yəni soldan sağa doğru. Gəlib bura 100 əlavə edirəm. Radius Y ilə, yəni yuxarıdan aşağıya doğru radiusunu 50 verib. Mən bura 100 yazsam, baxın belə bir görüntünü almış olacaq. Gəlib bura 80. Aha, belə bir görüntünü almış olacaq. Gəlib bunu əvvəlki rəqəmini verirəm. Fill ilə light green yazıb, yəni yaşıl rəngdə içərisini doldurub. Stroke ilə rəngini, yəni xəttin rəngini yaşıl verib və stroke width ilə 3 verib. Bu da yuxarıda görmüş olduğumuz kimi bu şəkildə yazılıb. Daha sonra rect düzbucaqlı şəklini almaq istəyiriksə, belə bir etiketdən istifadə olunur. X koordinatında 30 verilib. Mən buna 50 yazsam, sağa doğru getmiş olacaqdır. Bura 30 yazıram. Y isə 25 verib. 15 yazsam, baxın biraz yuxarıya getmiş oldum 5 yazdığım zaman. Ancaq 25 yazdığım zaman yuxarıdan aşağıya doğru artdığına görə bu şəkildə mərkəzləşmiş oldu. Genişlik olaraq 200 verilib, hündürlük olaraq 110 verilib. Daha sonra radius X 16 verilib. Mən bura 6 yazsam, üzr istəyirəm, görmədim. 6 yazsam, belə bir görüntünü almış olacaq. Və yaxud da ki, bura 6 yazsam, yuxarıdan aşağıya doğru radiusu bu şəkildə görmüş olacaq. 16 yazıram və bura 6 yazdığım zaman, baxın, burada da sol künclər bu şəkildə radius almış olacaqdır. Və eyni qaydada fill, stroke və stroke widthdən istifadə olunur. Daha sonra xətt üçün isə yalnız xətt çəkmək istəyiriksə line-dan istifadə edəcəyik. Burada line etiketini bu şəkildə yazırıq və x1 10 yazırıq. Misal gəlib bura 20 yazsam və yaxud da ki 60 yazsam, baxın 60 piksel sağa hərəkət etmiş olacaqdır X koordinatında və Y koordinatında isə tutalım ki mən bura 200 yazsam,
Baxın, aşağıya düşmüş olacaqdır. Yəni yuxarıdan aşağıya doğru bu şəkildə görüntü almış olacağıq və yaxud da ki, gəlib bura 60 yazsam. Baxın, yuxarıdan aşağıya doğru 60 pikseldə gəlmiş olacaqdır. Bu başlanğıc nöqtə buradan başlayır və son nöqtə isə x2, y2-dir. x2 210, yəni buradan bura qədər olan məsafəni göstərmiş olur. 210 piksel sağa doğru hərəkət etmiş olacaqdır. Bura mən 200 yazsam və yaxud da ki 20 yazsam, baxın 20 yazdığım zaman burada görüntünü almış olacaq. Bura mən 210 yazıram və y2 isə burada son nöqtəsidir. y2 20 verilib. Burada da yuxarıdan aşağıya doğru son nöqtəsini 20 şəklində yazıb. Əgər mən bura 60 yazsam, baxın buralarda görünmüş olacaqdır. 90 yazdığım zaman isə buralarda görüntünü almış olacaq. Yenə də eyni qaydada stroke, stroke width, stroke line cap. Bu line cap round nə deməkdir? Misal, bunu süni intellektdə mən yazmışdım. Gəlin burada buna baxmış olaq. Gəlirəm. Burada line cap Stroke line cap xəttin ucu formasını verir. Misal, burada round yazdığımıza görə baxın, xəttin ucu dairəvi şəklində gəlmiş oldu. Baxın, burada xəttin ucu künc vasitəsilə gəlmiş oldu. Yəni künclərdən ibarət olmuş oldu xəttin ucu. Round yazdığım zaman isə dairəvi şəklində gəlmiş olacaqdır. Yəni bu görüntünü də görmüş olduq. Daha sonra polyline və poligon. Points istifadə edərək, misal burada demişdik ki, bu x1 və y1 kimi nəzərdə tutsaq, x1 10 piksel, yəni 10 piksellik sağa, y isə 150 piksel aşağıya doğru gələcəkdir bu şəkildə. Daha sonra 60 və 20. 60 və 20 isə x2 60, y2 20 kimi qeyd etdik və 110, 100 şəklində isə digər nöqtəni bu şəkildə qeyd etdik. 160, 130 ilə belə bir görüntünü qeyd etmiş olduq və 210, 140 ilə də son nöqtəni x koordinatında 210, y koordinatında isə 140 ölçüsünü alaraq bu şəkildə belə bir görüntünü almış olduq. Daha sonra fill none deyərək içərisini doldurmuruq. Stroke ilə rəngini bu şəkildə verdik. Bura mən red yazdığım zaman xəttin rəngi qırmızı rənglə gəlmiş oldu. Width olaraq isə 3 verilib və son olaraq stroke line join ilə burada line join nə işə yarayır? Line join xətt birləşməsinin formasıdır. Yəni xətt künclərinin necə birləşəcəyini göstərir. Burada baxın, görmüş olduğumuz kimi künclər dairəvi şəkildə birləşmiş oldu. Daha sonra polygon points 40-40 yazaraq, məsələn bu şəkildə ölçüləri yazaraq yenə də belə bir görüntünü almış olacaq. Misal, fill ilə buna da red yazıram. Baxın, qırmızı rəngdə içərisi dolmuş oldu və burada opacity-ni 0.8 verilib. Mən gəlib bura 0.5 yazdığım zaman baxın, opacity bu şəkildə görünmüş olacaqdır. Daha sonra path dediyimiz kimi bir neçə ölçüləri, yəni bir neçə xətləri burada çəkmək mümkündür. Bu path mövzusunu indi birazdan keçəcəyik. Gəlin, hal-hazırda text ilə tanış olaq. Textdə isə SVG içərisində text yazaraq 20 x koordinatında 20 yazılıb. Mən buna 40 yazıram. Baxın, sağa doğru hərəkət etmiş oldu. 20 yazırıq bura. Və yaxud da ki, y koordinatına 60 yazdığım zaman aşağıya düşmüş olacaqdır. Font family-ni bu şəkildə qeyd edirik. Font size yazırıq və bu text, belə deyək, etiketi nə zaman, necə istifadə olunur? CSS örnəklərini keçdiyimiz zaman, yəni CSS ilə hər hansısa bir səhifə qurduğumuz zaman necə istifadə olunur, bunu öyrənmiş olacaq. İndi isə hal-hazırda hələ ki SVG ilə tanış olduq.
Daha sonra font size 20 yazılıb. Fill ilə içərisi qara rəngdə rənglənib. Yəni mən bura red yazdığım zaman baxın içərisi qırmızı rəngdə rənglənmiş olacaqdır. Daha sonra digər bir tekst yazaraq yenə eyni etiketləri qeyd etmiş oluruq və bu şəkildə nümunələrlə göstərmiş oluruq. Və qrup və transform ilə translate, rotate və scale bu şəkildə yazmış oluruq. Baxın, transform yazaraq translate ilə 50-20 piksel yazılıb. Yəni 50 piksel sağa, 20 piksel yuxarıdan aşağıya doğru hərəkət etmiş olur. Misal mən gəlib bura 60 yazdığım zaman baxın sağa doğru 60 piksel hərəkət etdi. 10 yazdığım zaman isə yuxarıya doğru biraz qalxmış olacaqdır. Rotate ilə də bu şəkildə əyrini vermiş oluruq və qrup içərisində düzbucaqlını, dairəni və yazını bu şəkildə əyərək yazmış olacaq. Daha sonra burada definition və use'dan istifadə edərək, yəni təkrar istifadə üçün belə bir görüntünü almış olacaq. SVG width'ini və hündürlüyünü qeyd edirik və daha sonra definition içərisində qrup etiketini bu şəkildə yazırıq və ID-ni yazmış oluruq. Əgər ID verilməsə, baxın gəlməyəcəkdir. Çünki burada ID nəyə lazımdır? Biz use'dan istifadə edərək həmin bu href içərisində hashtag star yazaraq bu görüntünü almış olacaq. Misal polygon points ilə 10, 30, 20, 10, 30, 30, 10, 18 və 30, 18 yazaraq ulduzların hər bir nöqtəsini bu şəkildə qeyd edirik. Daha sonra use'dan istifadə edərək href içərisində hashtag star yazaraq, yəni ID-ni bura yazmış oluruq. ID adını bura yazmış oluruq və x20, yəni x koordinatından 20 piksel sağa və 20 piksel yuxarıda sarı ulduzu bu şəkildə qeyd edirik. Daha sonra yaşıl ulduzu 120 piksel sağa və 40 piksel aşağıya doğru bu şəkildə qeyd etdik. Mavi ulduzu isə 220 piksel sağa və 10 piksel yuxarıya hərəkət etdirməklə bu şəkildə görünüşü almış olacaq. Və son olaraq atribut animasiyasını isə bu şəkildə görəcək. Gəlib burada SVG içərisində yumrunu, yəni dairəni bu şəkildə yazırıq və animasiya veririk. Animasiyamızın atribut name'ini radius ilə ifadə edirik. Bu radius olmasaydı, baxın belə bir görünüşü alacaqdıq. Radius veririk və from 10 to 50, yəni 10-dan 50-yə doğru bu şəkildə böyüsün və vaxtı burada qeyd etmiş oluruq. Repeat count, yəni təkrarlanmağı sonsuz vermişik. Daha sonra animation attribute name'ini fill yazmışıq. Fill yazmasaqdıq, baxın belə bir görüntünü almış olacaqdıq. Yəni fill ilə qırmızıdan sarıya doğru rəngi almış olsun deyirik. Value ilə qırmızı rəngdə, gold sarı rəngə, daha sonra qırmızı rəngə bu şəkildə keçid almış olsun deyirik. Yenə də vaxtını yazmış oluruq və neçə dəfə təkrarlansın. Bu da indefinition yazaraq sonsuz təkrarlanmağını bu şəkildə qeyd etmiş oluruq. Yəni burada ilk olaraq animation ilə dairənin pikselini, yəni böyüyüb kiçilməyini qeyd etmiş oluruq. İkinci animate ilə də rənglərini bu şəkildə yazmış oluruq və daha sonra belə bir görüntünü almış olacaq. İndi isə gəlirəm süni intellektə. Gəlib burada qaldığımız yerdən davam edirik. Ən son burada qalmışdıq deyəsən. Aha. Gəlirəm aşağıya düşürəm. Və burada gəlin path mövzusu ilə ətraflı tanış olaq. SVG-də ən vacib və eyni zamanda gizli, güclü hissə məhz path elementidir. Çünki path ilə sən istənilən formaları dairə, dalğa, ürək, logo, ikon və s. çəkə bilərsən. İndi daha ətraflı aşağıya düşək. Path nədir? SVG-də bir və ya bir neçə xəttdən, əyridən ibarət mürəkkəb formalı cizgi yaratmaq üçündür.
onun bütün forması D atributunda yazılır. Yəni bu şəkildə yazılır və burada aşağıya düşürük. İlk olaraq path forma elementini yazırıq. Daha sonra D ilə draw üçün datanı yazırıq və daha sonra M10, L90 riyazi əmrlər, komandalar və koordinatlardır. Stroke və fill bildiyimiz kimi stroke xəttin rəngini veririk, fill ilə də iç boşluğunu doldururuq və əsas path komandaları bunlardır. Aşağıya düşürük. M tam açılışı move to'dur. Nə edir? Qələmi müəyyən nöqtəyə aparır. Yəni başlanğıc nöqtəni burada qeyd etmiş oluruq. Yəni M10 10 yazaraq x koordinatında 10 piksel, y koordinatında isə 10 piksel yazaraq qələmi tutalım ki bu nöqtəyə gətirmiş oluruq. L ilə tam açılışı line to'dur. Bu nə iş görür? Bir nöqtəyə düz xətt çəkir. Burada da L 100 və 50 kimi qeyd olunur. Daha sonra horizontal line 2 ilə üfüqi xətt çəkilir. Yalnız x dəyişir. Yəni H200 yazdığımız zaman sadəcə x koordinatında bunu belə deyək, çəkmiş oluruq. Daha sonra V ilə V-nin tam açılışı vertical line 2'dur. Bu da şaquli xətt çəkir. Yalnız y dəyişir. Burada da V100 yazaraq y koordinatında xətti çəkmiş oluruq. C ilə cubic bezier curve'dır. Burada nə işə yarayır? 3 nöqtə ilə əyri çəkir. Burada da C50 10 yazaraq tam belə deyək, nöqtəni qeyd edirik. Daha sonra 90-100 yazaraq ikinci nöqtəni qeyd etmiş oluruq və 150-50 yazaraq da üçüncü nöqtəni qeyd edərək həmin xətləri əyrini belə deyək, çəkmiş oluruq. Q ilə quadratic bezier curve ilə 2 nöqtə ilə əyri çəkilir. Burada da Q 80 10 120 80 yazaraq əyriləri çəkmək mümkündür. Daha sonra arc ilə dairəvi qövs çəkmək olar. Burada A30 və 30 ellipsis radiuslardır. Yəni ellipsis radiuslarını bu şəkildə qeyd edirik. Daha sonra burada 0 dönmə dərəcəsidir, yəni fırlanma dərəcəsidir. Buna x-axis rotation adını verilir. Burada sadəcə x oxu ətrafında dönmə buzağını yaratmış oluruq. Burada 0 dərəcədə ola bilər, 20, 45, 50, 60 dərəcə kimi də qeyd etmək olar. Daha sonra digər rəqəmimiz 0'dır. Bu 0 və 1-dən ibarət olur. Bu isə qövsün kiçikliyini və böyüklüyünü müəyyən etmək üçün istifadə olunur. Sadəcə 0 və 1 rəqəmləri. Daha sonra yenə 0 və 1 rəqəmi burada qeyd olunur. Bu isə saat əqrəbi istiqamətində və yaxud da ki, saat əqrəbinin əksi istiqamətində yönləndirməni həyata keçiririk və son olaraq 160 və 80 bitmə nöqtəsidir. Bu isə az istifadə olunur, ancaq bunu da bilməyimiz önəmlidir. Və son olaraq close path ilə başlanğıc nöqtəyə qayıdıb formu bağlamaq üçün Z dəyərindən istifadə olunur. Burada kiçik hərflə də yazmaq olur. Kiçik hərflə yazılsa o zaman nisbi koordinat olur. Məsələn 110 0, yəni dediyimiz kimi koordinatlarla bu şəkildə 10 piksellik sağa çəkmək üçün belə deyək istifadə olunur. Və biraz da aşağı düşürəm. Digər önəmli misal burada baxırıq. Baxın, sual vermişəm ki, y-axis burada yazılışı səhv yazmışam. Y-axis rotation varmı? Bu da cavabında yox. SVG-də ayrıca y-axis rotation yoxdur. SVG-nin arc əmri yalnız x-axis rotation parametrini qəbul edir. Və bu şəkildə misal 0 dərəcə yazaraq ellipsin x oxu üfüqi vəziyyətdədir. 45 yazaraq ellips diagonal vəziyyətdə olur və 90 yazaraq ellipsin x oxu indi şaqili olub, yəni sanki y oxu boyunca döndü. Yəni bu şəkildə belə bir yazılışı da
görmüş olduq. İndi gələk örnəklərə. Gəlirəm burada son olaraq baxın burada 6-cı bizdə pəs idi. Aha. Baxın 3 bucağı bu şəkildə yazıb. SVG genişlik və hündürlük verilib və daha sonra pəs ilə D atributundan istifadə edərək M20 və 120 yazıb. Misal, mən bu rəqəmlərlə oynayım. 30 yazıram. Baxın, 30 yazdığım zaman hansı dəyişiklik oldu? Soldakı künc dəyişmiş oldu. Və yaxud da ki, gəlib burada 100 yazıram. Burada da Y oxu ətrafında yuxarı qalxmış oldu. Yəni 120 yazdığım zaman isə artan sıra ilə koordinat, Y koordinatı artan sıra ilə düzüldüyünə görə aşağı düşmüş oldu. Daha sonra L ilə misal 120 yazılıb. Mən bura yenə 100 yazıram. Burada da sağ belə deyək, künc dəyişmiş oldu. 120 yazdığım zaman artıq sağa doğru hərəkət etdi. Və misal burada da 40 yazıram. Və yuxarıdan aşağıya doğru bu şəkildə belə deyək, yastılaşmış oldu. Bunu 120 yazıram. Daha doğrusu 20 yazıram. Və L220 yazılıb. Yenə burada tutalım ki 200 yazdığım zaman ya da 200 yox 120 yazıram. Baxın 120 yazdığım zaman sağdakı görünüş dəyişmiş oldu. Misal 190 yazıram və bu şəkildə görünüşü aldıq. Bunu mən öz rəqəminə gətirirəm. 220 yazıram. Və burada da 120 kimi qeyd olunub. Buna da tutalım ki 10 yazdığım zaman belə bir görünüşü almış olacaq. Bunu indi örnəklərimizdə, yəni CSS və HTML ilə səhifə qurduğumuz zaman daha aydın başa düşəcəyik. Misal Z olmasaydı, baxın son və başlanğıc və son nöqtələr birləşməyəcəkdir. Z yazdığımız zaman isə həmin bu boş qalan yerlərdə birləşmiş oldu. Yəni mən M ilə belə deyək, karandaşı sanki bu karandaş kimi təsəvvür edeyim, bu mouse oxunu. M20 yazaraq X koordinatında 20 piksel sağa gedirəm və Y koordinatında isə 120 piksel aşağı düşürəm və karandaşı bura gətirirəm. Daha sonra L120 və 20. L120 və 20 nədir? Tutalım ki, mən artıq karandaşı kağız boyunca 120 piksel X koordinatından, yəni bura və Y koordinatda 20 piksel aşağı, yəni bura çəkmiş oluram. Yəni bir xətti bu şəkildə çəkdim. Daha sonra ikinci xətti yenə 220 və 120. Yəni buradan başlayıram və 220 piksel X koordinatına gətirirəm və 120 piksel də Y koordinatına gətirmiş oluram və artıq geri qalan, yəni dolmamış xətti isə Z ilə bağlamış oluram. Yəni başlanğıc nöqtə ilə son nöqtəni Z ilə birləşdirirəm. Yenə eyni qaydada ikinci şəklə baxdığımız zaman M240 və 120 nöqtəni bura gətirmiş oluruq. Daha sonra C ilə kubik görünüşü göstərmək üçün C-dən istifadə olunurdu və bu rəqəmləri yazaraq da belə bir görünüşü almış olacaq. Pəs mövzusundan da bu qədər. Ümumiyyətlə SVG mövzusu biraz qəliz bir mövzudur və bunu rəqəmlərlə və süni intellektin köməyi ilə çıxış yolunu, belə deyək, həll yolunu tapa bilərik. Ona görə də süni intellektdən də bu şəkildə istifadə etdik. Gələn dərslərimizdə artıq CSS örnəklərinə start verəcəyik. Yəni HTML və CSS ilə səhifə qurmağı öyrənəcəyik. Gələn dərslərdə görüşənə qədər hələlik.